Bu il sizin 5 yaşınız olub. Sizin deyəndə yəni qurumunda 30 mindən çox işgüzar şəxs təlimlərdə, tədbirlərdə iştirak ediblər. təlimlər pulludur, pulsuz. Məmnuniyyət hər birində olmalıdır. Siz təlimlərin mövzularını nəyə əsasən seçirsiniz? Təlimdən çıxan hər bir iştirakçı konkret həll yolu ilə çıxır. Süni intellekt təlimçilərimizi əvəzləyəcək. Biz vətəndaşların böyük bir qismini əhatə edəcəyik. Azərbaycanla məhdudlaşırıq, yoxsa xarici ölkələrə də təlimlər verilir? İştirakçıların sayı artıb, həm təlim mövzuları dəyişib. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Asan İnnovativ İnkişaf Mərkəzinin xarici ölkələrlə əməkdaşlığı nədən ibarətdir? Təlimlərin təşkili zamanı real problemlər nəzərə alınıbmı? Vətəndaşlar dəyişiklikləri gündəlik həyatlarında necə hiss edirlər? Qəbuldasan da bu və digər suallar cavablandırılacaq. Studiyada mənəm İlqar Mehmanoğlu. Hər birinizi salamlayıram. Müsahibim Asan İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılovadır. Aysel xanım, salam, xoş gəlmisiniz. Xoş gördük İlqar bəy. Mən də sizə təşəkkür edirəm dəvət üçün. Həmçinin Asan Radio və TV kollektivini yeni il münasibəti ilə təbrik edirəm. Ötən il sizin üçün həm maarifləndirici, həm də ümumiyyətlə intellektual məzmunla yadda qaldı. Böyük nailiyyətləriniz oldu. İnanıram ki, bu ildə onun davamı olacaq. Çox sağ olun Aysel xanım. Həmçinin sizin qurum üçün uğurlu nəticələrlə yekunlaşdı 2025-ci il və bu il sizin 5 yaşınız olub. Sizin deyəndə yəni qurumunda biz sizi təbrik edirik bu münasibətlə, uğurlarınızın davamlı olmasını arzuluyuruq. Baxın, ötən 5 il kadr potensialı istiqamətində hansı işlərlə yadda qaldı, hansı işlər görüldü bu istiqamətdə? Ümumiyyətlə 4 il ərzində Asan İnnovativ İnkişaf Mərkəzində 30 mindən çox işgüzar şəxs təlimlərdə, tədbirlərdə iştirak ediblər. Bu şəxslər həm dövlət, həm də özəl qurumların əməkdaşlarıdır. Hansı ki, hal-hazırda 150-dən çox özəl və dövlət qurumu ilə əməkdaşlıqlar var və bunların təxminən 70%-i aktiv müqavilələrdir ki, illik olaraq davam etdirilir və mütəmadi olaraq onlara təlimlər keçirilir. Ümumiyyətlə, sırf ötən ili nəzərə alsaq, təlimlərdə 8000 nəfərə yaxın işgüzar şəxs iştirak edib və 350-dən çox təlim tədbir keçirilib. Bu da onu göstərir ki, bizdə hər il bir əvvəlki ildən daha çox, yəni təxminən 20-25% artımla həm iştirakçıların sayı artıb, həm təlim mövzuları dəyişib, həm də ümumiyyətlə formatlarda dəyişiklik etmişik. Məsələn, ötən il yadda qalan formatlardan biri də təlimlərin workshop formatına keçirilməsi idi. Hansı ki, burada iştirakçılar sadəcə məlumat almırdılar, həm də prosesin bir hissəsinə keçərək onu elə öz komanda yoldaşları ilə tətbiq edirdilər. Bu, onların ümumiyyətlə həm yadda qalmanı artırırdı, həm də daha sonra işdə tətbiqinə zəmin yaradırdı. Eyni zamanda debat formatı yaratdıq biz. Bu, sırf süni intellekt və insan mövzusunda keçirildi. Həmin debatda 100 nəfərə yaxın işgüzar şəxs iştirak etdi və bir gün ərzində təxminən 2 saatı əhatə edən bu debatdan sonra biz yaxşı geri dönüşlər aldıq ki, bu kimi formatlar maraqlıdır. Çünki hər kəs öz fikrini rahatlıqla ifadə edə bilir və bir-birinin təcrübəsindən öyrənirlər. Mən bir məsələni də qeyd eləmək istəyirəm. Media olaraq mən özüm də sizin mərkəzin bir neçə təlimdə iştirak eləmişəm. Digər təlimlərdən həm də fərqli yanaşma ilə seçilir sizin təlimlər. Sıxıcı olmur, darıxdırıcı olmur. Sanki bir rəng qatmağı bacarırsınız və belə də davam etməyi sizə arzuluyuram. Baxın, bu təlimlər sadə vətəndaşlarımız, onlar həyatlarında necə hiss edirlər bu təlimlərin nəticələrini? Çox doğru qeyd etdiniz ki, biz çalışırıq ki, hər dəfə təlimdə fərqli bir aləti tətbiq edək və o alətlərdən istifadə etdikdən sonra iştirakçıların geri dönüşlərini alırıq ki, siz bu təlimdə nədən razı qaldınız, nədən narazı qaldınız, nəyi dəyişməyimizi tövsiyə edərdiniz. Və bizim mərkəzə gələn iştirakçılar adətən elə prosesin bir hissəsində olduqları üçün bizi davamlı şəkildə təklifləri ilə müraciət edirlər və orada biz onları nəzərə alırıq, həmin təklifləri və genişləndiririk, zənginləşdiririk təlim formatlarını. Misal üçün, innovativ metodları mən nümunə gətirmək istəyərdim ki, Points of View metodu, Lego Series Play metodu, bunlar hamısı əslində beynəlxalq təcrübədən götürülmüş, istifadə olunmuş və uğurlu alətlər idi.
Biz onu yerli auditoriya üçün tətbiq edəndə təbii ki, müəyyən qədər lokallaşdırdıq, mövzularda dəyişiklik etdik və gördük ki, iştirakda interaktivlik çoxalır. Hər kəs bir-biri ilə komanda şəklində işləyir. Nümunə üçün deyə bilərəm ki, bilirsiniz ki, hər il səmərəlilik ön planda olur və ümumiyyətlə məhdud resursla işləmək bacarığı da əsas tələb olunan bacarıqlardan biridir. Biz onu Lego parçaları ilə o təlimləri keçirdik və xırda bir az sayda parçaları onlara verirdik ki, siz bununla nə hazırlaya bilərsiniz. Orada həm onlar ümumiyyətlə məhdud resursla işləməyi öyrənir, həm yaradıcılıq qatırdılar. Daha sonra yaratdıqlarını təqdim edəndə ünsiyyət bacarıqlarını inkişaf etdirirdilər. Siz təlimlərin mövzularını nəyə əsasən seçirsiniz və real problemlər nəzərə alınır təlimlər təşkil olunanda? Təbii ki, biz əslində təlim mövzularını həm özümüz təklif edirik. Çünki Asan İnnovativ İnkişaf Mərkəzinin özünün bir portfoliosu var ki, orada həm Asan modelinə əsaslanan yumşaq bacarıqlar təlimi var, həm də ümumiyyətlə beynəlxalq təcrübəni araşdırırıq ki, bugünün və gələcəyin insan resursuna hansı bacarıqlar lazımdır. Bundan əlavə olaraq bizə müraciət edən sifarişçilər özləri də müəyyən çətinliklərini dilə gətirirlər ki, məsələn, biz bu sahədə istəyərdik ki, kadr potensialımızı gücləndirək və biz onlara o sahə üzrə təlimlər təklif edə bilirik. Yəni, həm özümüz təlim mövzuları yaradırıq, həm də qarşı tərəfin müraciəti əsasında uyğunlaşdırılmış təlim formatı yaradılır. Bir nüansı qeyd edim ki, ümumiyyətlə, mərkəzimizdə vahid təlim proqramı deyilən anlayış yoxdur. Çünki biz elə ASA modelindən götürsək, vətəndaş məmnuniyyətində ASA modelini tədris edirik. Burada vətəndaş ümumi səslənir. Müxtəlif artıq biz qurumlara, bizneslərə doğru o təlimi genişləndirəndə görürük ki, vətəndaşa xitab dəyişir də. Məsələn, deyək ki, bu təhsil sektoru üçün valideyn, şagird, müəllim ola bilər. Deyək ki, horeka sektoru üçün qonaq anlayışı ola bilər. Amma məmnuniyyət hər birində olmalıdır. Və yaxud da pərakəndəçilər üçün bu əgər müştəri anlayışıdırsa, B2B işləyən, yəni biznesdən biznesə işləyənlər üçün bu partnyor anlayışında olur. Amma məmnuniyyət axı istənilən halda vacibdir. Çünki bizim bütün işlərimizi insanlar, danışıqlar əsasında qururlar. Ona görə vətəndaş məmnuniyyəti, məsələn, vahid bir model var, amma o hər bir sifarişçiyə görə uyğunlaşdırılır, adaptasiya olunur, onların real problemləri, çətinlikləri nəzərə alınır və həll yolları təklif edirik. Yəni, təlimdən çıxan hər bir iştirakçı konkret həll yolu ilə çıxır. Deyək ki, vətəndaşın hansısa təlimə ehtiyacı var. O necə bilə bilər ki, sizin mərkəzdə həmin təlim verilir yoxsa yox? Asan İnnovativ İnkişaf Mərkəzinin həm saytında, həm də sosial şəbəkələrində biz mütəmadi olaraq bu barədə paylaşımlar edirik. Cari təlimlər, hansılar ki, rutin olaraq həftəlik keçirilir və nəzərdə tutulan təlimlər. Ola bilər ki, bəli, kiminsə hər hansı bir təlimə ehtiyacı var, amma onu ad olaraq səhifədə görməyibsə, müraciət edib soruşa bilər və eyni zamanda bizim həm təlim iştirakçıları, həm təlimdə əvvəllər iştirak etmiş və bizi izləyən işgüzar şəxslərlə birlikdə bir qruplarımız var, şəbəkələşmə qrupları. Orada da onlar qeyd edə bilirlər və biz operativ olaraq cavablandırırıq. Ayşə xanım, təlimlər pulludur, pulsuz? Təlimlərin pulsuz olanı da var, pullu olanı da var. Bu necə tənzimlənir? Biz ümumiyyətlə yeni alət tətbiq edəndə, yeni mövzular gətirəndə bunun təbii ki, ödənişsiz olmasına üstünlük veririk. Və mütəmadi olaraq ustad dərsləri, workshoplar, elə süni intellekt savadlılığının özü ödənişsiz olaraq mərkəzimizdə həyata keçirilir. Bu barədə də elanlar yerləşdirilir. Amma bəzi təlimlər var ki, məsələn, dövlət və özəl qurumları sırf öz əməkdaşları üçün bunu təşkil etmək istəyirlər və yaxud konkret bir spesifik sahədə onu təşkil etmək istəyirlər və yaxud da uzun müddətli təlimlər olur ki, artıq burada təbii ki, ekspertin məvacib də nəzərə alınır deyə ödənişli təqdim olunur. Bəs özəl sektor və dövlət qurumları ilə əməkdaşlığı hansı səviyyədə qurmusunuz siz? Qeyd etdiyim kimi, bizim 150-dən çox dövlət və özəl qurumu ilə əməkdaşlığımız var və onlarla mütəmadi olaraq biz çalışırıq ki, ünsiyyətimizi aktiv saxlayaq, davamlı şəkildə təlim ehtiyaclarını öyrənək və yenilənən təlim formatlarını bölüşək. Bu, ümumiyyətlə partnyorluqların 70%-nin çoxu
bizimlə mütəmadi əməkdaşlıq edirlər. Yəni deyək ki, ilin sonu və yaxud əvvəli 1 illik bir plan qurulur ki, bizim bu ehtiyaclarımız var və yaxud onlar sadəcə çətinlikləri deyirlər. Biz onlar üçün proqramlar hazırlayırıq, yeni həllər təklif edirik ki, artıq məsələn yeni insan resursu bu bacarıqlara yiyələnməlidir. 1 illik planlama olur. Daha sonra onu il ərzində tətbiq edirik və növbəti il yenidən yenilənir. Bəzən isə olur ki, illik olaraq tətbiq etmək əvəzinə müəyyən bir dövrü seçirik və o dövrdə seçilmiş sahə üzrə təlimlər həyata keçirilir. Siz dediniz, qurumlar davamlı olaraq bizlə çalışırlar. Əslində bu həm də məmnuniyyətin göstəricisidir. Əgər belə olmasaydı, məncə uzun müddətli əməkdaşlıq olmazdı. Təşəkkür edirəm sizə cavaba görə. Xatırladım ki, qəbuldasan efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu, qonağım Asan İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılovadır. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Müsahibim Asan İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılovadır. Biz qurumun fəaliyyətindən danışırıq. Aysel xanım, indi əsas trendlərdən biri süni intellektdir. Sizin də elə bu istiqamətdə böyük işləriniz var. Böyük bir proqrama start verildi. İstəyərdim bu barədə danışasınız. Hansı işlər görülür süni intellekt sahəsində? Çox doğru qeyd etdiniz. Süni intellekti biz alət olaraq görürük və bu sahədə bizim prioritet istiqamətimiz ilk növbədə maariflənməni artırmaqdır. Ona görə ötən ildən başlayaraq süni intellekt savadlılığı proqramına start verdik. Həmçinin bizdə AI Zone brendləşmiş otağı yaradıldı ki, burada mütəmadi olaraq vətəndaşlara ödənişsiz şəkildə süni intellekt alətlərindən istifadə öyrədilir. Yəni biz nəzərdə tutmuşuq ki, və çox inanırıq ki, 2026-cı ildə biz vətəndaşların böyük bir qismini əhatə edəcəyik ki, onların hər biri məlumatlı olsunlar ki, süni intellekt aləti nədir, ondan necə istifadə edə bilərəm, işimdə necə səmərəliliyə nail ola bilərəm, necə effektivliyi artıra bilərəm. Bu sahədə işlər davam edir. Ümumiyyətlə, sırf bu təlimlər həm onlayn, həm də offlayn formatda keçirilir. Hətta bəzən olur ki, iştirakçılarla paralel, harda ki, canlı təlim gedir, həmin təlimə də onlayn qoşulanlar olur. Növbəti mərhələlərdə bizim hədəfimiz həm də video məzmunlar hazırlamaqdır ki, gələ bilməyən, iştirak edə bilməyən həmin o işgüzar şəxslər həm də bizim platformadan... Yəni, fiziki olaraq tədbirdə iştirak edə bilmir, həmin an onlayn qoşula bilmir, video hazırda, həmin adam istənilən vaxt videonu izləyir və maariflənir. Doğrudur? Bəli, həmin videolar Asan İnnovativ İnkişaf Mərkəzinin səhifəsində yaxın gələcəkdə olacaq. Aysel xanım, maraqlıdır. Sizcə süni intellekt təlimçilərimizi əvəzləyəcək? Mən hesab edirəm ki, əvəzləməyəcək. Təlimçilərimiz süni intellekt alətindən istifadə edərək daha da güclənəcək. Biz ümumiyyətlə bunu elə beynəlxalq nəşrlərdə də görürük ki, növbəti mərhələ bacarıq inqilabıdır. Burada həm yumşaq bacarıqlar ön planda olacaq, həm də ixtisas bilikləri. Amma daha çox hər zaman olduğu kimi yumşaq bacarıqlar. Bura aiddir həm ünsiyyət bacarıqları, həm elə süni intellekt alətlərindən istifadə, təqdimat bacarığı, tənqidi düşüncə, təhlil qabiliyyəti və digər bacarıqlar. Aysel xanım, bir də paytaxtda adətən belə də təlim baxımından əziyyət çəkmir insanlarımız. Kifayət qədər seçimlər var, istədikləri kurslara, istədikləri mərkəzə müraciət edirlər. Amma regionlarda bir qədər düşünürəm bu sahədə problemlər var idi. Biz Asan İnnovativ İnkişaf Mərkəzi olaraq regiondakı şəxslərin təlimlərə çıxışının baxımından hansı işlər görmüşük? Yəni, bu cür regionlarda yaşayan insanlar rahatlıqla, asanlıqla təlimlərimizdən yararlana bilirlər? Bəli, yararlana bilirlər. Çünki ümumiyyətlə Asan xidmətin olduğu bütün regionlarda Asan İnnovativ İnkişaf Mərkəzi də təmsil olunur. Həm üzbəüz təlimlərdə, həm də əgər biz ora gedə bilmiriksə və yaxud vaxt uyğunlaşa bilmirsə, bu halda biz onlayn təlimlər təşkil edirik. Mütəmadi olaraq ən azı ayda 1-2 dəfə bu təlimlər təşkil olunur və regionlarda olan həmkarlarımız da o təlimlərə qoşula bilirlər.
Süni intellekt savadlılığı üzrə də biz ötən il Şuşadan başladıq və Şuşada da həm məktəbdə şagirdlər və müəllim heyəti, həm Asan Xidmət əməkdaşları, həm də orada olan digər bizneslərdə çalışan işgüzar şəxslər bu təlimlərdə iştirak etdilər. Növbəti mərhələdə biz Bərdə, Lənkəran və Şamaxıda da süni intellekt savadlılığı istiqamətində təlimlər həyata keçirəcəyik. Eyni zamanda mütləq vurğulamaq istəyirəm ki, regionlarda olan şəxslər bizə müraciət edə bilərlər və biz həmin təlimləri onlar üçün də əlçatan edəcəyik. İndi daha qlobal yanaşma, Asan modeli ümumiyyətlə bütün dünyada tanınır, brenddir, sevilir, tətbiq edilir. Bu istiqamətdən Asan İnnovativ İnkişaf Mərkəzi xarici əməkdaşlığı necə qurur? Biz yəni Azərbaycanla məhdudlaşırıq, yoxsa xarici ölkələrə də təlimlər verilir? Burada iki vacib istiqamət var. Birinci istiqamətimiz, biz ümumiyyətlə beynəlxalq təcrübə mübadiləsinə açığıq və bilik transferini dəstəkləyirik. Ona görə davamlı olaraq beynəlxalq partnyorlardan işləyirik, onlarla birgə təlimlər təşkil edirik və yaxud özümüz orada iştirak edirik, əməkdaşlıqlar qurulur. Həmçinin çox doğru qeyd etdiniz ki, Asan Xidmət həm ölkə daxilində uğurlu nümunədir, həm də ölkə xaricində ölkəmizin nüfuzunu artıran milli intellektual brend kimi qürurla təmsil olunur. Həmin Asan Xidmətin ixrac olunduğu ölkələrdə təlimləri Asan İnnovativ İnkişaf Mərkəzi həyata keçirir. Ötən ilin elə dekabr ayında biz həm Özbəkistan nümayəndələri üçün, həm də Pakistan nümayəndələri üçün Asan modeli üzərində yumşaq bacarıqlar təlimlərini təşkil etdik. Onlardan da yaxşı geri dönüşlər almışıq və planlayırıq ki, bayaq qeyd etdiyimiz video məzmunlar həm də ölkə xaricində olan ümumiyyətlə həmkarlarımız üçün nəzərdə tutulacaq. Təşəkkür edirəm Ayşil xanım sizə. Bu il 2026-cı ildə 5 yaşınızı qeyd edəcəksiniz. Asan İnnovativ İnkişaf Mərkəzi olaraq fəaliyyətinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm ki, dəvətimizi qəbul edib qonaq oldunuz. Çox sağ olun, mən də sizə və komandanıza təşəkkür edirəm. Çox sağ olun. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim, İlqar Mehmanoğlu. Qonağım isə Asan İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova idi. Biz qurumun fəaliyyəti barədə danışdıq. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.